Hər şey salam, bu günləri Tufan İstiqlal modelinin incələməsini çəkəcəyik. Deməli, Tufan İstiqlal modeli 250 kub sepli motordan ibarətdir. Arxa baraban sistemli, qabaq əyləcisə diskli. Disk əyləci qabaqda. Deməli, 200 karbüratordur. Karbüratordan ibarətdir. Yağ radiatoru var, bir ədəd. 2 ədəd siqnal gəlir üstündə. Sumkalar, yəni mən aldığım ildə üstündə gəlmirdi. İndi özüm qoymuşam sumkaları əlavə olaraq. Motosikletdə əlavə olaraq, yəni üstündə gələnlərdən belliydi. Buna belə papaq taxmışam. Əlavə olaraq motosikletdə qıraq nikellər, nikel işləmələr yığılıb. Nikel işləmələr əlavədir. Əlavə olaraq bura özüm yəni dəyişmişəm. Burada T250 yazılır. M650 yazdırmışam. Faralar qaraldılıb. Qabaq farla dəyişilib. Harley kopik qoyulub. 2 dənə dumanlı fara əlavə olunub. Burada cızıqlar var. Faralarını yoxlayaq. Faralar gördüyünüz kimi. Aşağıdakılar yandırıb söndürəndə dəyişilir. İndi göy rəng oldu. Sonra ön faralar 350 etdi. Dalini yandıranda təkdən altdakı ağ rəng yanır. Belə bir görüntüyə sahibdir. Motosikletdə sonra güzgülər əlavə olaraq dəyişilib. Bir də bura güzgü əlavə olunub. 180 sürətdir. 180 düzdür, getmir. Göstərgədir. Benzin göstərgəsidir. Burada bakdır. Buralar kayçukdur. Bak isə dəmirdir. Burada avarenidir. Miqatdır belə. Belə dalın yanlı qalır. Pavarotiklərdir. Siqnaldır burada. Altda bu pasosu sərlər xotlamaq üçün. Sonra gəldi burada motosikleti söndürmək üçündür. Motor söndürür, tok sistemi yanlı qalır. Bu işıqdır. Patfalnik, bilijni. Bu da staterdir, xotlamaq üçün. Əlavə olaraq təkərlərin rəng vurulub bunlara. Təkərlər gördüyünüz kimi 110, 90, 16 razmerində qabaqdır. Arxa təkərə gələk. Arxa təkər isə 130, 90, 15'dir. 15 razmerdir, balacadır. Disklər gördüyünüz kimi belədir. Sıxılmağı bu 10.000-dən bir sıxılır. Yəni mən özüm eləncə eləyirəm. Motosikleti xotlayıb səsinə də baxaq. Belə səsi olmağına əsasən məndə altda deşik var. Ona görə kulşitirdə deşik olduğuna görə səs daha çox verir. Motor soyuq olduğu üçün söndü. Pasosu olduğu üçün daha doğrusu söndü. Belə bir motosiklete uyğun blok var. Motosikletdə problem yaradan sistem əsasən arxa barabandır. Gördüyünüz kimi arxa burada göstərir. Bu hissə dəmrin yəni qırılmışdı məndə. Bilmirəm, yəni məndə yəni
o problem yaratmışdı. Belə motosiklet başqa problem yaratmır. Burada yağ göstərgəsidir. Yəni yağın nə qədər yandığını buradan baxmaq olur. Motosiklet düz olanda burada yağ göstərir. Baxın, burada mən qırılmışdı, svarka vurdurmuşam. Yəni o problem olmuşdu arxa dəmirində. Başqa heç bir problemlə rastlaşmamışam. Yəni 9000-dən yük keçib. Ancaq yağ dəyişilib. Başqa heç nə dəyişdirməmişdim. Nakladkalar ayaqları o heç o dəyişilir olar. Yəni bunu da 8000-də dəyişdirmişdim. Bir də 9000-də arxa ulduz qırılmışdı. Ulduz dəyişilib 9000-də. Arxa ulduz. O da bir dəfəmliyə topla bir yerdə dəyişdim. Problem yaratmasın deyə. Motosikletdə arkada da nikellər yəni yığılır. Motosiklet yəni yığıldıqca sizə çəkib göstərəcəm. Qıraq faralar, arxa tuşunkalar. Burada hava filtri qoyulacaq, açıq hava filtri. Bunlar çox adam deyir. Yəni niyə bu rəngdədir? Yəni üstündə zavod çıxıb beləncə gəlir. Bu motosiklet Azərbaycana 3 cür ixracat olunur. Tufan İstiqlal, Falcon Freedom, bir də Falcon NLB adı ilə gəlir. Falcon NLB yəni dəyişikliklər var. Motosiklet tuningə belə deyə yığılıb gəlir. Rul falan dəyişilib. Bunlarda rul sadə ruldur. Özünün. Onda hündür rul olur. Sumkalar dəyişilir. Sumkanın qırağının duqaları olur. Belə nikelli kulşitr olur. İndi bunda da yavaş-yavaş dəyişikliklər olacaq. Hələ dəyişikliklər bunlardır. Bir daha deyim, nikel. Nikelli fara. Ledlər. Dumanlılar. Siqnallar da almışım. Siqnallar da qoyacaq inşallah. Yazılar. Qıraq yenə. Xrom. Papaq. Arxa xrom. Kulşitr deşilib. Bu qaraldırılıb. Başqa bir də sumkalardır. Yəni dediyim kimi. Başqa hələ ki dəyişikliyi yoxdur. Dəyişikliyi olduqda çəkib paylaşsam sizinlə. İnşallah görək başımıza nələr gəlir. Yəni motosiklet belə deyim, yəni problem çıxardan motosiklet deyil. Kuryerdə yəni sürmək o qədər düz deyil bunu. Yəni o cəhətdə tez dağılır. Amma yəni baxımlı olsa, yəni baxımlı motosiklet şəxsi istifadə üçün sürülsə, yəni sərfəli motosiklet. Qiymətinə görə yəni performansı əladır. Eli bunun 2021 alışdı. 2020 çıxıb 2021-də alınıb. Başqa heç bir yəni problem yaşatmır. Sepiyat dəyişilir 10.000-də, onlar yəni hamı bilir. Başqa yəni bakriyatda məndə batıqlar var, onlar da ayağımla dizim əzib onları. Başqa yəni belə yəni özü problem yaşatmıyor.